Yaddaş səhifələri. Yaddaş səhifələri. Hörmətli dinləyicilər, Feyruz Mustafa'nın Dəniz Köçü povestindən bir parçanı dinləyin. Oxuyur Səməd Yusifcanlı. Bu qeyri-adi əhvalat qətiyyən uydurma deyil. Onu qoca bir balıqçının dilindən eşitmişəm. İndiyəcən Tugaydan bir soraq yox idi. Qadın özünə yer tapa bilmirdi. Hələ gündüz idi. Amma qadına elə gəlirdi ki, hava artıq qaranlıqlaşıb. Günəş nədənsə baxtından əvvəl batıb. Qadın vahimələndi. Əvvəlcə pıçıltı ilə, sonra isə ucadan oğlunu haraylamağa başladı. Tugay! Oğlum! Onun titrək səsi özünə də yad gəldi. Elə bil bu səs uzaqlardan, az qala quyunun dibindən gəlirdi. Vaxt hiss olunmadan səssiz-səmirsiz ötüb keçirdi. Sanki bu səssizlik hər şeyin üstünə gözlə görünməsi mümkün olmayan, yalnız ürəyin duya biləcəyi soyuq bir pərdə çəkmişdi. Tugaydansa bir xəbər yox idi. Tugay, oğlum, hardasan? Kiçik qəsəbənin ucqarında həyətləri az olan bir-birinə bitişik, üstü qırmızı kirəmitli iki balaca ev vardı. Uzaqdan baxanda bu evlərin damları qoşa dovşan qulağına oxşuyurdu. Evlərin birində Tugay adlı cavan oğlan öz anası ilə yaşayırdı. Qonşudakı evin sakini isə Şəhla adlı bir qızdı. Bu barədə bir qədər sonra. Hələlik isə qəsəbə və Tugay ilə bağlı söhbətimizi davam etdirək. Bu qəsəbənin sakinləri əsasən balıqçılıqla məşğul olurdu. Düzdür, qəsəbə dənizdən xeyli aralı idi. Hətta buradan heç dəniz görünmürdü də. Amma nəhəng dənizin ətri, onun nəmişlik və yosun dolu qoxusu bu yerlərdə aydınca hiss olunurdu. Adamlar çox vaxt öz işlərini dənizdən əsən küləyin səmtinə görə qururdular. Onlar çalışırdılar ki, balıq ovuna əlverişli hava şəraitində çıxsınlar. Həmin gün adi günlərdən biri idi. Tugayın anası həyətə çıxıb, əlini gözünün üstünə qoyaraq göyə sarı boylandı. Uzaqda ağ yelinli boz buludlar görsənirdi. Amma o boz buludların get-gedə tündləşməsi qadının qanını qaraldırdı. Deyəsən buludlar dənizin üstünə toplaşırdı. Ananın hesabına görə Tugay dənizdən çoxdan qayıtmalı idi. Onun ürəyinin yarancılıq hissi bürüməyə başladı. Görəsən oğlum niyə gecikir? Bəlkə dənizdə fırtına qopub. Bəlkə tora balıq düşməyib, bəlkə nə isə baş verib, bəlkə ananın gözləri yollara dikilmişdi. Tugaydansa bir xəbər ətər yoxdu. Atasını erkən itirmiş oğlan, lap kiçik yaşlarından bəlkə boşa düşmüş, yeri gələndə anası ilə birgə qonum-qonşulara da kömək eləmişdi. Ailə cəmi 2 nəfərdən ibarət olsa da dolanışıq çətin idi. Bu tərəflərdə güzaranı xoş keçənlər barmaqla sayılacaq qədər az idi. Sanki yaxınlıqdakı nəhəng dənizin sahilindəki kiçik qəsəbənin sakinlərini Tanrı özü də bir dəfəlik unutmuşdu. Tugayın balıq ovuna gedirdi. Tora düşən balıqların böyük bir qismi satışa çıxarılırdı. Çox vaxt birgə ova getdikləri yaşlı balıqçının verdiyi kiçik balıqlar evdə onların süfrəsinə də gəlib çatırdı. Belə anlarda öz övladının qazancını görən ananın ürəyi fərəhdən dağa dönürdü. Qadın çox yaxşı bilirdi ki, oğlu heç də asanlıqla çörək qazanmır. Ona hətta o da məlum idi ki, Tugay dəfələrlə yaşlı balıqçıların yumruq davasının şahidi və iştirakçısı olub.
Əlbəttə, balığın bol olduğu sahələr uğrunda mübarizə apararaq dənizi bölmək istəyən bu yaşlı adamların dəcəl uşaqlar kimi söyüşüb bir-birinin üstünə cumması, əlbeyxa olub süpürləşməsi çox gülməli və həm də ağlamalı idi. Hələ olsun ki, bu kobud dəniz adamlarının, balıqçıların davadalaşı zamanı arada fürsət tapan kəm fürsətlər Tuqaya da bir-iki yağlı yumruq ilişdirmişdilər. Amma Tuqay evdə bu barədə anasına indiyəcən bir kəlmə də olsun danışmamışdı. Qadın bu davadalaş barədə qonşulardan eşitmişdi və ürəyinin dərinliyində oğlunun ağzı bütövlüyündən xeyli məmnun qalıb ona qəlbən bərəkallah da demişdi. Axı, ağzı bütöv adamların adətən xasiyyətləri də bütöv olur. Tuqaydansa hələ bir xəbər ətər yox idi. Tuqay, harda qalmışsan ay oğul? Tuqayın gecikməsindən narahat olan təkcə ana deyildi. Həyətdə Vurnuxan Alabaş da iri tutqun gözlərini tez-tez uzaq üfüqlərə dikirdi. O öz dostunun dənizdən nə vaxt qayıdacağını adətən əvvəlcədən bilərdi. Belə ki, köpək Tuqay gəlməmişdən xeyli əvvəl darvazanın ağzında səssiz-səmirsiz dayanar, gözünü yola dikərdi. Əslində indi Tuqayın yolunu gözləyən təkcə ana və Alabaş deyildi. Tuqayın digər dostları, qartal və balıq da nigarançılıq içində vurnuxurdu. Tuqay heyvanları və quşları çox sevirdi. Həyətdə öz dostları üçün rahat şərait yaratmışdı. İt özünün palçıq və qamışdan hörülmüş kiçik damında, qartal evin çardağında, balıq isə geniş hovuzda yaşayırdı. İt, qartal və balıq təkcə Tuqayla deyil, çox qəribədir ki, həm də öz aralarında bir-biri ilə dostluq edirdilər. Onların həmrəyliyindən xəbər tutan yaxın qonum-qonşular mat-məəttəl qalmışdılar. Heç belə də iş olar. Səhərdən axşamacan itlə qartalın günü bir yerdə keçir. Hələ bu harasıdır? İsti havalarda onlar, yəni it və qartal balığın qonağı olurdular. Belə vaxtlarda onların hər üçü, yəni balıq, qartal və it hovuzda atlanıb düşür, lap bir-biri ilə zarafatlaşan dəcəl uşaqlar kimi səs-küy salırdılar. Əvvəllər onların hərəkətinə ciddi məhəl qoymayan ana və Tuqay artıq dostların bir-biri ilə dil tapıb danışdıqlarına, az qala adam kimi söhbət elədiklərinə qətiyyən şübhə eləmirdilər. Təbiətin qoynunda bir-biri ilə yola getməyən həmin əcaib canlılar bu həyətdə əsl dost olmuşdular. Tuqay öz dostlarına ad da qoymuşdu. Ağıllı gözləri par-par yanan balığı Yaqut, qanadlarını gembol açıb vurnuxan qartalı Ayqut, həyətdə gəzib dolaşan Alabaşı Qayut deyə çağırırdı. Əgər diqqət yetirirsinizsə, bu adların hamısı Tuqayın öz adından törəmədi. Ən qəribəsi və maraqlısı bu idi ki, dostların hamısı özünün daşıdığı adı çox gözəl anlayırdı. Sanki onlar bu dünyaya elə bu adla gəlmişdilər. Tuqay Ayqut deyən kimi, qartal uçub onun yanına gələr, çiyninə qonardı. Öz adını eşidən Alabaş, yəni Qayut, bir göz qırpımında özünü Tuqaya yetirər, dal ayaqlarda üstə qalxıb bir-iki ağıl sürərdi. Yaqut da əziz dostunun çağırışına diqqətsiz qalmazdı. Öz adını Tuqayın dilindən eşidən balıq, qından çıxan gümüşü qılınc kimi sudan sıyrilib üzü yuxarı atılar, havada qövs çızıb təzədən üzü aşağı millənərək hovuzun dərinliyinə baş vurardı. Bəzən həyət bacada adam olmayanda dostlar hovuzun başına toplaşaraq öz dillərində nə barədəsə uzun-uzadı danışıb söhbətləşərdilər. Çox vaxt Tuqay özü də bu dəstəyə qoşulur, onların söhbətinə qulaq asardı. Kənardan baxan olsaydı, onların həqiqətən də nə barədəsə söhbətləşdiyini zənn eləyərdi.
Tuqayın isə dostlarının hər biri ilə tanışdığının öz tarixçəsi vardı. Alabaşı ona uzaq qohumlarından biri bağışlamışdı. Məsələ burasında idi ki, həmin qohum vaxtı ilə meşədən tapıb əhliləşdirdiyi, indi isə qapıda saxladığı itin balalarından yaxa qurtarmaq üçün onları torbaya yığıb uzaq obaların birinə aparmış, orada meşəyə buraxıb öz evinə qayıtmışdı. Bir neçə gündən sonra küçüklərdən biri uzun yolu qət eləyib geri dönmüş, təzədən öz sahibini tapmışdı. Həmin adam bundan sonra küçüyü dəfələrlə azdırmaq istəsə də heç bir nəticə hasil olmamışdı. Çox bilmiş küçük hər dəfə gedər gəlməz üçün hesablanmış uzaq səfərlərdən evə sağ-salamat qayıtmışdı. Onun əlindən bezən sahibi günlərin bir günü daha sərt qərar çıxarmaq barədə düşünən vaxt Tuqay onlara qonaq gəlmişdi. Küçüyün qoçaqlığı barədə hekayətə qulaq asan Tuqay onu torbaya salıb evə gətirmişdi. Bir-iki gün uzun paslı zəncirdə bağda qalan küçük tezliklə ev eşiyə mehir salmışdı. Az sonra bağdan açılan küçüyün artıq bu mehriban ailəni tərk etmək arzusu deyəsən bir dəfəlik yoxa çıxmışdı. Yeniyetmənin qartalla dostluğunun da qəribə tarixçəsi vardı. Tuqay bir dəfə dənizdən qayıdarkən qayalıqlarda xışıltı eşitdi. Əvvəlcə elə bildi ki, bu ilandı. Ona görə də yolunu dəyişmək istədi. Amma az sonra qayanın dibindəki nəhəng quşu görüb istər-istəməz ayaq saxladı. Sərt boz qayaya sığınmış qartalın kin qəzəb dolu gözləri Tuqayın üzünə sancılmışdı. Deyəsən səma pələngi yaralı idi. Tuqay ilə qartal uzun müddət üz-üzə, göz-gözə dayandılar. Sonra oğlan asta, ehtiyatlı addımlarla quşa yaxınlaşdı. Əyilib qartalın başını ehmalca sığalladı. Quş boynunu irəli uzadıb qanadlarını yana açmaq istədi. Tuqay yalnız indi gördü ki, qartalın bir qanadı açılmır. Açılmayan qanadın altından sızan qanı görəndə oğlan öz qənaətində yanılmadığını anladı. Qartal ayağının birini irəli uzadıb caynağını şəslə onun qolunun üstünə qoydu. Tuqay bu belə ərkiyanı ədanı, gələcək dostluğa işarə əlaməti hesab eləyərək əyilib quşu yerdən götürdü. Onu qucağına alıb evə gətirdi. Tuqayın anası qartalın qanadına məlhəm qoyub sarıdı. Quş tezliklə sağaldı. Amma deyəsən onun bu həyətdən bir daha uçub getmək fikri yox idi. Hətta Tuqay onu bir dəfə qoltuğuna vurub, vaxtı ilə tanış olduqları ünvana, dəniz sahili qayalıqlara apardı. Oğlan evə gələndə gördü ki, quş evə ondan əvvəl uçub gəlib. Artıq həyətdədir və dostlaşdığı Alabaşla şirin-şirin söhbət eləyir. Balığı isə Tuqay balıqçı torunun içindən tapıb gətirmişdi. Adətən ovda tora cürbəcür balıqlar düşür. Amma nə təcrübəli balıqçılar, nə də gənc Tuqay bu sularda indiyəcən bu cür balığa təsadüf etməmişdilər. Bu, gümüşü, zərif, gözəl, əsrarəngiz bir canlı idi. Sonralar Tuqayın Yaqut deyə çağırdığı bu su sonasının əcaib hərəkətləri elə ilk dəqiqədən diqqəti cəlb eləmişdi. O əsl rəqqasələr, çevik idmançılar kimi suda yorulmadan atılıb düşürdü. Özü də necə? Quyruğunun üstündə dimdik dayanıb fırfıra kimi gah sağa, gah sola doğru fırlanır, oyunbazlar sayağı məzəli, gülməli hərəkətlər eləyirdi. Tuqay onu tamahkar balıqçıların əlindən zordan xilas edib evə gətirdiyinə görə daxili bir məmnunluq duyurdu. Hörmətli dinləyicilər, Firuz Mustafa'nın Dəniz Köçü povestindən bir parçanı dinlədiniz. Oxudu Səməd Yusifcanlı.